Şeyx, Uca Allah Quran-ı Kərimdə Cəsiyə surəsi 6-cı ayənin sonunda deyir ki, Allahın ayələrinə inanmadıqdan sonra daha hansı sözə inanacaqlar? Hədis inkarçıları bunu dəlil kimi gətirirlər ki, baxın, Allah Quranda hədisi Qurandan ayırdı. Bu nə qədər də doğrudur? Onlar savadsızdılar. Ərəb dilində, şəriət baxımında. Onlar necə yanaşırlar? Ağlı cəhətdən. Hədis sözü burada, təbii ki, hədis lüğəvi cəhətdən bir neçə mənası verir. Biz əgər söhbət edirik Qurandan, Quran ərəbcədir. Və o kəlmələr bir neçə məna verir. Adı namaz sözü, sala, namaz farscadır. Sala ərəbcə. Lüğəvi cəhətdən duadır, lakin şəri mənada tamamən dəyişir mənası. Nədir? As-salə, namaz yəni. Təkbirlə, qiyamla, rükû, səcdə, salamla bitən ibadətin adıdır. Məsələn, elə kəlmələr var ki, lüğəvi cəhətdən normal baxılır. Şəri cəhətdən təhlükəlidir. Şirk sözü. Şirk sözü şərikdir lüğəvi cəhətdən, amma dində ən böyük günahdır. İbadətdə nə isə sərf eləmək. Allahdan qeyrisinə.